14 yaşında uşaq ana oldu. Valideynlər harda səhv eləyir? Bu video hər bir valideyn üçündür. Tək bir ailənin problemi deyil. Bu susan bir cəmiyyətimizin eybidir. Hadisə ilə bağlı araşdırma aparılır. Amma əsas sual başqadır. Belə hadisələr niyə təkrarlanır? Bu hadisə ilə bağlı psixoloq Dilruba Həsənova ilə müsahibə elədim. O deyir ki, belə hadisələr valideyn savadsızlığı səbəbindən baş verir. Bu yanlış mental dəyərlərin və susturulan uşaqların nəticəsidir. Bizdə illərlə işlədilən bir cümlə var. Ayıbdır. Amma ayıbdır deməklə uşaqları qorumuruq. Biz onları sadəcə məlumatsızlaşdırırıq. Uşaq sual verəndə susturulursa, o cavabı başqa yerdə axtaracaq. Qorxudulan uşaq danışmayacaq. Danışmayan uşaq da böyük bir risk altındadır. Ailənin adı uşağın psixologiyasından üstün tutulanda cinayətkar gizləniləcək, gizli saxlanılacaq. Bu isə bədən sərhədlərini tanımayan uşaqlar üçün manipulyasiyaya açıq bir uşaqlar yetişdirəcək. Ən təhlükəli məqam bilirsiniz nədir? Valideynlər öz savadsızlığını mental dəyər adı altında müqəddəsləşdirəndə. Namus anlayışı uşağın təhlükəsizliyindən üstün tutulanda. Belə hallar baş verəndə adətən görmüşük. Rəylərdə daha çox uşaqları qınayırlar. Uşaq özü istəyib, ay nə bilimlə. Bəs valideyn uşağın qarnı burnuna çatana qədər görməyib uşağın bu halını. Niyə bir həkimə, polisə şikayət eləməyib? Niyə indiyənə qədər uşaq dünyaya gətirilənə qədər susub? Belə hadisələr uşağın ağlında təkcə travma ilə qalmır, qorxu ilə qalmır. Bununla yetinmir, yəni təkcə bununla bitmir. Bu ömür boyu qalan bir zərbədir. Uşaq başa düşür ki, onu qoruyan olmayıb. Bu fikir uşağın beynində ağac kimi kök salaraq budaqları bütün həyatına yayılır. İnsanlara güvəni itir, panikası yaranır, daim qorxu içində, depressiyaya düşür və sair və ilaxır. Uşağı qorumağın yolu qorxutmaqla deyil. Uşaq bilməlidir ki, danışanda cəza almayacaq. Uşağa öyrətməlisiniz ki, bədən sənindir. Ona nahiyələrini başqa yad insanlara toxunması, təkcə yad yox. Pedofiliya necə artır? Pedofil insanlar əsasən əhatəmizdə tanıdığımız, özünə güvən yaradan insanlardan çıxır. Ümumiyyətlə, heç kimə uşağın bədəninə toxunmağına icazə verməməlisiniz, öyrətməlisiniz bunları. Uşaqla elə bir empatiya, elə bir dostluq qurmalısınız ki, o sizdən sir saxlamasın. Xüsusən də bədənə aid məsələlərdə sir saxlamasın, gəlib sizlə bölüşsün. Problem susan böyüklərimizdədir. Belə cinayətkarlara, məsələn, qonşusu tərəfindən zorakılığa, pedofiliyaya məruz qalan bir uşaq haqqında məlumatınız var idi, görmüşdünüz xəbərlərdə. Ötdü keçdi, cəmiyyətdə, məktəblərdə, ailədə maarifləndirmə aparılmalıdır. Bizim dönəmimizdə ənənəvi təhsil sistemində məktəbdə də tərbiyə verilirdi. İndi məktəblər sadəcə təhsil verir, tərbiyə verən yoxdur. Tərbiyə verib öyrədən yoxdur. O belə pedofillərə də 17 il cəza verməklə iş bitmir. Bu cəzaların ömrü uzadılmalıdır. 50 il, 60 il olmalıdır ki, digərlərinə örnək olsun, qorxsun elə bir addımlar atmasınlar. Kaş ölkəmizdə ölüm hökmü bərpa olsaydı. Bu qədər.